İsrailin şimalı fasiləsiz atəşə tutulur. İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilib. Axar az xəbər verir ki, bu barədə Telegram kanalları məlumat yayıb. Məlumata görə İsrail istiqamətində təxminən 30 raket atılıb. Qeyd edək ki, İsrail Müdafiə Naziri İsrail Kats ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir. İsrailin 12-ci kanalı xəbər verir ki, İsrailin şimalında partlayışlar baş verib. İsrailin HEHM sistemləri İran raketini zərərsizləşdirib, zərər çəkən yoxdur. Bu barədə Times of Israel nəşri məlumat yayıb. Ölkənin Müdafiə Nazirliyindəki mənbələrin məlumatına görə İrandan İsrailin mərkəzi hissəsinə doğru buraxılmış bir raket HEHM vasitələri tərəfindən zərərsizləşdirilib, nəşr bildirir. Məlumata görə İrandan ballistik raketlərin buraxılmasından sonra İsrailin şimalında yenidən sirenlər işə düşüb. Qardaş ölkə müharibəyə girdi, Türkiyə dayandıracaq. Böyük Britaniya müstəmləkə siyasətindən imtina edərkən yeni yaranan dövlətlər arasında sərhədləri elə müəyyənləşdirib ki, 100 il sonra da münaqişələr davam edir. Afrikanın bir qrup ölkəsi arasında sərhəd düz xətlə çəkilib, Pakistanla Hindistan arasında Kəşmir iki hissəyə bölünüb, Pakistanla Əfqanistan arasındakı sərhəd isə 1893-cü ildə Durand xətti deyilən prinsiplə müəyyənləşib ki, hər iki tərəf indiyənə qədər bir-birini sərhəd pozuculuğunda ittiham edir. Nə qədər ki, iki ölkə arasında sərhədin müəyyənləşməsi ilə bağlı razılıq yoxdur, Pakistanla Əfqanistan arasında gərginlik azalmayacaq. Axar az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, hazırki müharibə uzun sürməyə bilər, Türkiyə iki dövlət arasında atəşkəsə çalışır, Xarici İşlər Naziri Hakan Fidan Pakistanlı və Əfqan həmkarları ilə telefonla danışıb. Bölgədəki gərginlik Pakistan və Əfqanistandan keçməsi planlaşdırılan nəqliyyat dəhlizlərini sual altında qoyur. Çin Pakistanla strateji tərəfdaş olmaqla yanaşı, Pekinin Əfqanistanın resurslarından və nəqliyyat imkanlarından istifadə etmək planları var. Pekin Talibanla müxtəlif müqavilələr imzalayıb. Qərb liderləri Çin lideri Si Jinpingin Ukraynaya qarşı işğalçı müharibəsini dayandırması üçün Rusiyalı həmkarı Vladimir Putinə təsir göstərməsini istəyirlər. Si bunda maraqlı deyil. Çünki Rusiya-Ukrayna müharibəsi Çinin iqtisadi gücünə təhlükə yaratmır, əksinə Pekin Rusiyadan ucuz neft və qaz alır. Pakistan-Əfqanistan müharibəsi isə Çinin birbaşa maraqlarına toxunur. Ona görə də mümkündür ki, Pekin də Ankara kimi bu iki dövlət arasında gərginliyin azaldılması üçün vasitəçilik təşəbbüslərinə başlasın. Şahinoğlu'nun fikrincə, vasitəçilik təşəbbüsü uğur qazansa belə, bu müvəqqəti xarakter daşıyacaq, çünki problem kökündən həll olunmalıdır. Qeyd edək ki, ötən gündən Pakistanla Əfqanistan arasında toqquşmalar başlayıb. Hər iki tərəfdən onlarla ölənin olduğu iddia edilir. Pakistan Əfqanistanı Hindistanın göstərişlərini yerinə yetirməkdə ittiham edib və açıq müharibəyə girdiyini elan edib. Türkiyə, Ərəbistan və Qətərlə birgə savaşın dayandırılması üçün hər iki ölkə ilə təmaslara başlayıb.